Doğrunu yanlış, yanlışı isə doğru göstərən filmlərdən biri olan Dəli Kür filmi haqqında danışmaq istəyirik. Çoxumuz bu filmi dəfələrlə izləmişik, amma bu filmdə bir məqamdan danışmaq istəyirik. Həmin məqam isə Cahandar obrazı ilə bağlıdır. Bildiyiniz kimi bu filmdə Cahandar ağa obrazı sərt, zəhmkar bir obrazdır. Amma həmin adam camaatın arvadına gözü düşür və onu qaçırıb özünə arvad edir. Belə hərəkət kişiliyə yaraşmır. Əslində Cahandar ağa belə insan olmayıb. Əslində Sovet ideologiyası qəhrəman obrazı alçatmağa çalışırdı. Həm də filmin final səhnəsində Cahandar ağanın ölümü rusların əlindən olur. Çünki ruslar Cahandar ağanın qoruğunu almağa çalışırdı və Cahandar ağanın onlarla mübahisəsi yaranır və atışma nəticəsində Cahandar ağa öldürülür. Bu səhnəni Moskva bəyənmir və həmin səhnə filmdən çıxarılır və ikinci səhnədə isə Cahandarı, Allahyar və adamları öldürürlər. Amma həmin kəsilən səhnə hələ də sosial şəbəkələrdə var, izlənilir.